Bu səsdə bir çağırış var. Bu ilahi səs haray sala-sala, hamıya şadlıqdan, toy-büsatdan xəbər verir. Toy səhəri durub qapının üstündən darat, qırmızı örpək bağlamaq adətdir. Toy əsrlər boyu el bayramıdır, şənlik yeridir. Nişan, qohumların razılıqlarının rəsmiləşmə mərasimidir. Aşığın məclisə gəlişi, sözü söhbəti müdriklük nişanəsidir. Din məclisi toyun ən gür məqamıdır. Xalq arasında deyirlər ki, toy ev sahibinə, din isə elə məxsusdur. Tezliklə bu səhərlərin birində yenə zurnanın toy çağırışı səsi eşidiləcək. Könüllər toy şövqü ilə döyüləcək.